Yaxşı deyirəm, hələ bir şəhid olmamışam. Şəhid olsaydım bu vapşe ortaqda qalıb məhv olardı. Bunun bir dənə ayarına 300 manat pul istəyirlər. Mən ona 80 manatı verirəm kartona, hər ay çıxarsın 80 manatım. Barometrin qaynar xəttinə 44 günlük vətən müharibəsi iştirakçısı Kəlbiyev Namiqdən şikayət daxil olub. O şikayət edir ki, bu gördüyünüz Cochlear Partner klinikası övladına qulaq aparatını yerləşdirməsi üçün 300 manat pul tələb eləyir. Yəni sadəcə 2 dəqiqəlik bir proses üçün 300 manat pul tələb etdiyini bildirir. Şikayətim Nərmanov mərkəzində yerləşən Cochlear Tibb Mərkəzi ilə əlaqədardır. Özüm vətən müharibəsinin qazisiyəm və hal-hazırda sənədlərim də var, göstərə bilərəm, hər kəs görə bilər. Cənab Prezidentimiz İlham Əliyev tərəfindən verilən medalların vəsiqələrdir, vətən müharibəsi iştirakçısı, bir də Kəlbəcərin uğrunda gedən döyüşlərdə iştirakımdır. Övladım dövlətə müraciət eləyərək əməliyyat olundu, qulağına implant yerləşdirildi və belə bir aparat verdilər. Aparatda sizə göstərirəm. Aparat verildi və dövlət hesabına, icbari tibbi sığorta hesabına mənim övladım bu gördüyünüz Cochlear Tibb Mərkəzində 2 ay, 3 ay belə müalicələr aldı, laqapetə gəldi, dil masajıdır. Ümumiyyətlə bir çox müalicələrə bura gəldi. Və sonda mənim çağırdılar bura ki, bəs sən növbəti seansları, 12 seansdır hər ayda, növbəti seansları öz hesabı eləməlisən. Bu da 500 manat eləyir. Mənim də 500 manatım yoxdur. Adicə bu aparatın bir dənə belə deyək, ayarlanması da, yəni qoşurlar kompüterə, səsi çoxaldırlar, azaldırlar. 1 dəqiqə, 2 dəqiqə vaxt aparır. Bunu 2 dəfə gözümün qabağında eləyiblər. Bunun bir dənə ayarına 300 manat pul istəyirlər. Dünən mənə sorğu verir, burada Orxan bəy var burada. Deyir ki, biz deyir Türkiyəyə deyir, bunun deyir pulunu göndəririk. Yəni onu ayarı eləyirik, ayar eləyəndən sonra Türkiyəyə pulunu göndəririk. Deyirəm bunu sən almısan, bu sənindir. Necə sən onun pulunu göndərə bilirsən? Kimdir o Orxan bəy? Vəzifəsi nədir? Orxan bəy burada satış işinə baxan. Misal üçün bir dənə bu aparatın daşına burada 540 manat pul vermişəm. Baxın bu daş 540 manatdır. Bunun bir dənə bu şunuluna 700 manat pul vermişəm bu müəssisədə. Bugünkü gün əgər ki siz bu müəssisəni açıb bizim kimi valideynlərin cibinə girib oğurluq eləyirsinizsə, bu müəssisə dövlət tərəfindən bağlanmalıdır. Mən tələb eləyirəm vətəndaş kimi və haqqımı tələb eləyirəm. Bu günləri belə piçılmasın, bütün nəslimin kökümün üstündə haqqım var kimi sağ olsunlar böyük hörmət edirlər. Mən qaziyəm. Mən demirəm ki, gətir mənim balama paltar al, nə bilim acından ölür, gətir yeməyin məktəbinə bax. Özüm də Allahımıza and olsun, gəlsin dövlət araşdırsın, şəxsi torpağım yoxdur mənim, amma mən döyüşmüşəm, canımı vermişəm də, axıracan döyüşdə qalanlar, oğlanlardan biri də mənəm. İndi qismətlə, yaxşı deyirəm, hələ bir şəhid olmamışam, şəhid olsaydım bu vapşe ortaqda qalıb məhv olardı. Bugünkü gün 80 manat pensiya alıram. Bu günləri mənə bir insan çıxsın qarşıma desin ki, mən sənin övladımın müalicələrini qarşılayıram. Mən ona 80 manatı verirəm kartona, hər ay çıxarsın 80 manatım. Belə 5 il çıxarsın, 10 il çıxarsın, istəmirəm o pulu. Əsas oldu ki, mənim balam deyil, hərəkətlərinə baxın. Uşağın ağzı belə əyilir. Ağız əyilir uşaqda. Başla. Xanım, Baxsa mənim üzüm orada. rəhbərliyi çağırın, rəhbərliyi. Buranın bölgü yoxdur, gəlsin çıxsın da üzə. Rəhbərliyi çağırın, Oy. gəlsin müsahibə versin də, danışsın da məsələn nədir, bəlkə həll eləyəcəyik, bəlkə kimsə nəyisə səhv başa düşüb. Yəqin ki, rəhbərliyi gördü ki, burada biz çəkiliş elədik və o dəqiqə qapıları bağladılar və içəri girməyə imkan vermirlər ki, özlərindən açıqlama alaq ki, yəni məsələ nədir? Vətən müharibəsində iştirak edərək torpaqlarımızın azadlığı uğrunda savaşan igidlərimizin ailə üzvləri, xüsusilə də övladları daim diqqət mərkəzində saxlanılmalı, onlara hər zaman xüsusi qayğı göstərilməlidir. Ümid edirik ki, süjetimiz mediada işıqlandırıldıqdan sonra aidiyyatı qurumlar məsələni həll edəcək.